Bugün çarşamba 2025'in 6-cı ayın 18-idir və buradan bir cəngin də 6-cı günüdür. İranla İsrail cənginin 6-cı günündəyik. Buradan özümdən sonraki nəsillərə və bütün dilimi başa düşən insanlara bir dənə bir klip düzəltmək istədim. Əgər 50 il sonra, 100 il sonra fikirləşsəz ki, bizim babalar Güney Azərbaycanda bugün Təbriz mərkəzli Güney Azərbaycanda bu qədər İranın cəmiyyətinin yarısını təşkil verə-verə bu qədər zülmə məruz qaldılar, bu qədər faşist əməllərə məruz qaldılar, bu qədər cinayətə məruz qaldılar. Niyə heç bir zaman səslərini çıxardanmadılar, rejimi dəyişə bilmədilər? Ta bu ki İsrail gəldi, girdi işin içinə. Dəlili bu idi ki, biz heç bir zaman normal bir insan kimi böyütülmədik. Bizi gətirdilər, necür deyirlər, besavad bara gətirdilər, cahil bara gətirdilər. Öz dərdimizlə məşğul olmaq yerinə Hüseyn ilə, Yezid ilə, Hüseyn məzlum idi, Yezid zalim idi. Bunlarla həmişə məşğul olduq və ona görə cahil bara gəldik. Buna görə də 46 il bu cinayətkar İslami rejim eləyə bildi ki, bizə hər cürə istədiyi zülmü eləyə. Və necə ki, indi bir-iki gündür yalandan bir xəbər atıblar ki, F-35'i vurduq, saldıq, Xələbanı da xanım da tutduq. Heç kəsin də ağlına çatmır ki, deyə bir əks, bir film görsədin.